2018-ci ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən bir qətnamə qəbul olundu. Qətnamada açıq şəkildə Azərbaycanın asan modelindən bəhs olunur və orada qeyd olunur ki, Azərbaycanın asan xidmət modeli kimi modellər vətəndaşların hüquq və azadlıqlarının realizə edilmə imkanı kimi təsbit edilir. Yəni, vətəndaşlıq hüququ var, amma bunu təsbit edən şəxsiyyət vəsiqəsinə ehtiyac var. Vətəndaşın mülkiyyət hüququ var, amma bunu təsdiq etmək üçün dövlətin daşınmaz əmlakın hüquqlarının qeydiyyatı xidmətinə həyata keçirilməlidir. Deyək ki, səyahət hüququ var, ümumi vətəndaş pasport almalıdır. Belə bir çox, yəni sürücülük hüququ var, amma bunun üçün sürücülük vəsiqəsi almalıdır. Yəni vətəndaşın hüquqları var, amma bu hüquqları realizə etmək üçün, yəni tətbiq etmək üçün dövlət ona xidməti hansı formada göstərirsə, bu vətəndaş hüquqlarının realizə edilməsinə dövlətin baxışını göstərir. Yəni asan modeli həm də onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarının qayğısına qalır, qeydinə qalır və onları qısa müddət tətbiq etmək üçün bu cür unikal və şəffaf, hamı üçün əlçatan və operativ bir sistem qurubdur.